əgər doğrudan bu proses dalğavari şəkildə gedirsə, ölkədə 300-dən çox rus dilində Rus məktəb məktəbi ki, varsa, nəyə nə bilim, lazımdır bu da? ixtisaslaşmış ingilis dilləri artırılırsa, falan eləyirsə, bu artıq müəyyən bir təhlükə yaradır. Bəli. Təhlükə yaradır. Dilin mövqeyinə, dilin statusuna ciddi təhlükə Əsaslı yaradır. təsir edir, bəli. Əsaslı təsir edir. Yəni bu qlobal təsirdir. Ki sən dil daşıyıcısı ilə dil arasında uçurum yaradırsan. Bəli. Evlərdə adamlar var ki, ancaq rusca Rusca, danışırlar. bəli. Əfsuslar olsun ki. İkinci, biraz aşağı səviyyədə təhlükələr dil daşıyıcılarının dilə münasibətidir. Yəni bu da əslində birinci məsələ ilə bağlı olan bir problemdir. Ona görə ki, sən bu dildə danışmırsansa, sən bu dilə laqeydlik göstərirsənsə, o dilin qayda-qanunlarını öyrənmirsən, bu dildə danışmağı özünə belə əskiklik bilirsənsə, deməli sən öz soyuna, öz kökünə, öz milli varlığına biraz rişxənd eləmiş olursan. Ona görə də bu məsələ çox ciddi məsələdir. Bizim üçün bu dəqiqə Azərbaycan dilinin mövqeyini möhkəmləndirməkdən vacib məsələ yoxdur. Yəni prezidentin əslində də deməyi budur. Birmənalı şəkildə razıyam. Deyir ki, milli varlığın əsas göstəricilərindən, əsas əlamətlərindən biri ana dilidir.